Salam dostlar, məntiq dərslərimiz davam edir. Bugün yenə məntiq elmi ilə əlaqəli bir sıra giriş mövzulara toxunacağam. Deməli, bu tanışlıq məqsədi ilə olan mövzularda məqsəd budur ki, bizdə bu elm barəsində müəyyən bir təsəvvür yaratsın ki, biz bu elmi nəyə görə öyrəndiyimizi, oxuduğumuzu, nə kimi faydaların olduğunu bizə öyrətsin. Və bu yayğın bir adət idi. Klassik yazarlarda girişdə bu mövzular geniş müzakirə olunurdu ki, hər bir elmin girişində o elmin təsisçisi kimdir, o elmi kim təsis edib, nə zaman o elm təsis olunub, mövzuları nədir, məsələləri nədir, faydası nədir və s. Bu məsələlər müzakirə olunurdu. Məqsəd nədir? Məqsəd o elm haqqında bizdə bir təsəvvür yaratmaqdır. Çünki biz hər hansı bir elmlə məşğul oluruqsa, o elm barədə bizdə müəyyən bir təsəvvür olmalıdır ki, bu elmdən bizim əldə edəcəyimiz fayda nə olmalıdır, biz bunu bilək. Çünki normal insan, sağlam ağlı olan insan, sağlam ağla sahib olan insan hər bir işi müəyyən bir fayda, mənfəət üçün görür. İnsan praqmatist varlıqdır, mənfəətpərəst varlıqdır. Bu mənfəət istər maddi mənfəət olsun, istər mücərrəd mənfəət olsun, fərqi yoxdur. İnsan mənfəətpərəst varlıqdır. Hər bir insan mənfəətpərəst varlıqdır. Yəni bunu hətta biz daha yüksək səviyyələrə, ilahi paradigmaya da daşıya bilərik. Yəni insan, hətta Arifin özü belə orada da bir mənfəət var. Sadəcə olaraq bu mənfəət yüksək mənfəətdir, ali mənfəətdir. Digər insanlardakı kimi maddi mənfəət deyil. Xülasə, insan mənfəətpərəst varlıqdır. İnsan hər bir işdə bir mənfəət güdür. Ona görə biz əgər bir elmi öyrəniriksə, orada məqsəd nədir, bunu bilməliyik. Bu giriş mövzular ona xidmət edir ki, bizdə müəyyən bir təsəvvür yaratsın ki, biz nə üçün bu elmi öyrənirik. Bugün toxunacağımız mövzu ki, müəllif kitabda buna toxunur, məntiq elminin tərifidir. Baxın, müəllif məntiqə necə tərif verir. Buyurur ki, məntiq bir sıra əqli, rasional qaydalardan ibarətdir ki, bu rasional əqli qaydalar bizə əşyaları, nəsnələri düzgün təsəvvür etməyə və onlar barəsində hökm çıxararkən, onlar haqqında mühakimə yürüdərkən düzgün hökm çıxarmağa, düzgün mühakimə yürütməyə kömək edir. Deməli, məntiq elmi bizə harda dərdimizə dəyir? 1. Əşyaları düzgün tanımaqda. 2. Onlar barəsində düzgün hökm çıxarmaqda, onlar barəsində düzgün mühakimə yürütməkdə. Deməli, məntiq elmi əsas rasional qaydalardan ibarətdir. Bu rasional qaydalar, dostlar, adətən aksiyom olur. Yəni, bunları inkar etmək demək olar ki, yəni qeyri-mümkündür. Məsələn, ziddiyyətsizlik qanunu. Ziddiyyətsizlik qanunu nədir? Məsələn, bir şəxs eyni anda, eyni məkanda həm var, həm yox ola bilməz. Məsələn, Zeyd hazırda, bu dəqiqə, bu evdə, bu məkanda həm var, həm yoxdur deyə bilmərik. Bu ziddiyyətdir. Bu qanun ki, ziddiyyətsizlik qanunu deyirik, bu ehtimalı inkar edir. Bir şeyin eyni anda, eyni məkanda həm var, həm yox olmasını inkar edir. Buna deyilir bir ziddiyyətsizlik qanunu. Baxın, bu aydın bir qanundur. Bunu ağıl heç vaxt inkar edə bilməz. Nəyə görə? Çünki onu inkar etdiyi təqdirdə artıq, belə deyim, bilik kanallarını bağlamış olur, bilik yollarını bağlamış olur. Artıq siz heç nə bilə bilməzsiniz. Sizin xarici aləm haqqında, hətta özünüz haqqında heç vaxt düzgün məlumatınız yaranmayacaq. Çünki hər zaman əksini ehtimal verirsiniz. Amma bu qayda gəlirdi ki, xeyr, belə bir şey mümkün deyil. Ona görə sizin müəyyən dəlillər vasitəsilə çatdığınız nəticənin ziddini neynir? İnkar edir. Xülasə, bu ziddiyyətsizlik qanunu bir nümunə idi. Buna biz determinizmdə misal çəkə bilərik. Səbəb-nəticə qanunu. Fikrimcə, səbəb-nəticə qanunu da rasional qaydadır. İnsan ağlı bunu dərk edir, kəşf edir. İnsan ağlı bunu dərk edib, kəşf edəndən sonra insan artıq təcrübə etməyə, təbiəti tanımaq üçün təcrübə etməyə ehtiyacın yarandığını duyur. Yəni, insan ilk öncə determinizmi, səbəb-nəticə qanunu dərk etdikdən sonra hara gedir? Laboratoriyaya gedir, təbiəti öyrənməyə gedir. Çünki ilk mərhələdə bunu bilməsə, o heç vaxt nəyisə araşdırmaq istəməz. Bu işin ardınca düşməz. Deməli, bu rasional qaydalardır və rasional qaydalar bizi praktika tələb edən, təcrübə tələb edən, müəllifin təbiri ilə desək, əməli qaydalardan fərqləndirir. Rasional qaydalar əməli qaydalardan fərqlidir. Əməli qaydalardan məqsəd nədir? Yəni, o qaydalar ki, onlar təcrübə əsasında üzə çıxır, ortaya çıxır. Məsələn, fizikada, kimyada, biologiyada bu
təbiət elmlərində mövcud olan qaydalar, qanunlar, bunlar praktika nəticəsində, yəni təcrübə nəticəsində, müşahidə nəticəsində, ölçmə nəticəsində üzə çıxan qayda və qanunlardan ibarətdir. Amma rasional qaydalar bu cür deyil. Rasional qaydaları kəşf etmək üçün, əldə etmək üçün, dərk etmək üçün, üzə çıxarmaq üçün təbiət üzərində təcrübə aparmağa ehtiyac yoxdur. Bunlar ağlın, təfəkkürün sayəsində ortaya çıxır. Və müəllif burada bir də sosial elmlərdə, humanitar sahələrdə istifadə olunan qaydaları da ayırıb bu qaydalardan. Məsələn, siyasətdə, fəlsəfədə, iqtisadiyyatda mövcud olan bəzi nəzəriyyələr ki var. Bu nəzəriyyələr də yenə rasional qaydalar deyil. Bunlar da nəzəri qaydalardır ki, bəzən özündə düz çıxır, bəzən səhv çıxır. Məsələn, tutalım siyasətə aid, siyasət elmində istifadə olunan, mövcud olan, daha doğrusu, müəyyən qaydalar var. Bu qaydalar, məsələn, cəmiyyətin idarəsi ilə əlaqəli. Tutalım, cəmiyyəti idarə edərkən əxlaqlı davranmaq, yəni bir rəhbər əxlaqlı davranmalıdır ya, yox. Bu bir qaydadır, bu bir nəzəriyyədir. Bu nəzəriyyə rasional qaydalarda olduğu kimi aksiyonlar deyil, ağlın birbaşa kəşf etdiyi qaydalar deyil. Nə də ki, biz bu qaydaları təbiəti öyrənməklə əldə etmirik. Bunlar bir sıra qaydalardır ki, insan müəyyən dəlillərə isnadən bu nəticəyə çatır ki, müəllif bunları da 3-cü sırada qeyd edib ki, humanitar elmlərdə istifadə olunan qaydalardır bunlar. Və rasional qaydaları həm təbiət elmlərində istifadə olunan qaydalardan, həm də humanitar elmlərdə istifadə olunan qaydalardan ayırır. Bəli. Digər bir məsələ budur ki, tərifdə qeyd edir ki, bu qaydalar bizə kömək edir. Müəllif ərəbcə mətndə burada bu sözü qeyd edib. Huva qavaid aqliyyə tusaidu. Bu qaydalar, rasional qaydalar, məntiq elmində istifadə olunan rasional qaydalar bizə kömək edir ki, filan şeyləri biz neyək əldə edək. Deməli, nələrə kömək edir bizə? Məntiqdəki istifadə olunan rasional qaydalar bizə hansı sahələrdə, hansı məsələlərdə kömək edir? Bir, təsəvvür məsələsində. Çünki dostlar, biz təbiətlə ünsiyyət qurarkən biz ilk öncə təbiətdə olan nəsnələri, xarici aləmdə olan nəsnələri birinci növbədə tanımalıyıq. Tanıdıqdan sonra onlar barəsində hökm yürüdürük, mühakimə yürüdürük. Yəni siz bir şeyi düzgün tanımadan o şey barəsində heç vaxt düzgün mühakimə yürüdə bilməzsiniz. Və bu çox olur. Görürsünüz, 2 nəfər mübahisə edir, müzakirə edir. Müəyyən bir mövzuda müzakirə edirlər. Amma həmin mövzu barədə oponentlərin təsəvvürləri eyni deyil. Ona görə də onlar heç vaxt ortaq məxrəcə gələ bilmirlər, razılaşa bilmirlər. Biri həmin nəsnə haqqında danışarkən tamam fərqli bir məna başa düşür, o birisi isə ondan fərqli bir məna başa düşür. Ona görə ilk növbədə biz nə etməliyik? Biz nəsnələri, əşyaları düzgün tanımalıyıq. Məntiq elminin də işi budur ki, bizə bu barədə kömək eləsin ki, biz əşyanı necə düzgün tanıya bilərik və bunun bəhsləri gələcək. Və məntiq elminin bizə kömək elədiyi ikinci məsələ istidlal, yəni argumentasiya məsələsidir. Çünki biz ola bilsin əşyaları düz tanıyırıq, amma onlar barəsində hökm çıxararkən, onlar haqqında mühakimə yürüdərkən düzgün argument qura bilmədiyimiz üçün əldə etdiyimiz nəticələrdə yanlış olur. Bax, məntiqin ən üstün faydalarından biri və məntiq elmini ən önəmli qılan özəlliklərdən biri də budur. Məntiq bizə düzgün argumentasiya qurmağı öyrənir. Yəni, müqəddimələri necə qurmalıyıq və o müqəddimələrdən necə nəticə almalıyıq, düzgün müqəddimə necə qurulmalıdır, o müqəddimələrdən düzgün nəticə necə çıxarılmalıdır. Məntiq elmi bizə bu sahədə də kömək olur. Ona görə məntiqin əsas 2 faydası və köməyi buradadır. Deməli, bu bəhslərdən nə nəticəyə gəldik? Bu bəhslərdən bu nəticəyə gəldik ki, məntiq elmi əsas 2 hissədən ibarətdir. Birinci hissə təsəvvür bəhsidir ki, onun özünə aid bəhslər var, məsələlər var. Biz onları bir-bir müzakirə edəcəyik. Məntiq elmi bizə kömək edir ki, biz əşyaları necə tanıyaq, biz nəsnələrə necə düzgün tərif verək ki, o tərif bizə həmin əşyanı düzgün tanıtırsın. 2, məntiq elmi bizə düzgün argumentasiya qurmağı, düzgün argument qurmağı öyrədir. Məntiq elminin dostlar əsas faydası budur. Ona görə məntiq elmi İbn Rüşdün də dediyi kimi hər bir elm tələbəsinin öyrənməsi gərək olan ilk elmdir. Çünki məntiq bütün sahələrdə bizim köməyimizə çatır və məntiq elmi zəif olan insan mütləq
ayağı büdrəyəcək. Baxın, bu gün müəyyən efirlər olsun, başqa debatlar olsun, görürsünüz ki, oponentlər bir-birinə nəyisə müzakirə edir, nəyisə mübahisə edir. Amma bəzilərinin görürsünüz arqumenti zəifdir. Nəyə görə? Çünki düzgün mühakimə yürütməyi, düzgün arqumentasiya qurmağı bilmir. Yəni arqument necə olmalıdır, necə insan əqli mühakimə yürütməlidir, bunu bilmir. Ona görə əldə etdiyi nəticədə səhvdir. Və ya bəzən insan sofistikadan istifadə edir. Bəzən yanlış müqəddimələr qurur və elə güman edir ki, qurduğu müqəddimələr düzdür və bunu da cəmiyyətə o cür təqdim edir. Bax, bu yanlış müqəddiməni, aldadıcı müqəddiməni, doğru müqəddimədən, səhih müqəddimədən ayırd etmək üçün xülasə etsək, doğru arqumentasiyanı yanlış arqumentasiyadan ayırd etmək üçün biz mütləq məntiq oxumalıyıq. Məntiq elminin faydası bundan ibarətdir. Bu gün də bu barədə biz danışdıq ki, məntiq elminin tərifi nədir və məntiq elmi hansı hissələrdən ibarətdir. İnşallah növbəti dərslərdə növbəti məsələləri müzakirə edərik. Bu günlük bu qədər kifayətdir fikrimizə. Hələlik.